Rabbim, çünkü ucasan ve izzetlisin. Çünkü ucasan ve izzetlisin. Haleluya, haleluya Rabbim. Ucalardan uca olan Tanrım, sana çok çok minnettarıq. Hem izzetlisin, hem ucasan, hem büyüksen, hem sevensen, lütf gösterənsən, mərhəmətlisin. Her yerde olan ve her şeyi gören, her şeyi bilen ve seven Tanrımız, əvəzsiz sevgisi olan Tanrımız, sana çok minnettarıq. Biz de senin yarattıqlarınıq, ya Rabbim, çalışırıq, sənə oxşayaq, senin ardıcılığın ve davamçıların olan ve bu yolda bize kömək və yardımcı ol, İzzətli Ata. Sənə şükranlarımızı, izzətlərimizi, bütün alqışlarımızı bildiririk, İzzətli Ata. Səndən heç yerdə yoxdur. Səndən heç yerdə yoxdur və sənin kimi varlıq belə, sənin kimi bizi sevən heç bir şey, heç bir güc, qüvvə yoxdur, İzzətli Ata. Ya Rəbbim Tanrım, qoy səni tanımayanlar tanısınlar. Mərhəmətini ələ, bütün ailələrimizin üzvlərində imana gelmeyen insanlar var, İzzətli Ata. Bu senin gücün daxilindədir, ya Rəbbim. Və biz toxumları səpirik, sən sula, sən böyük İzzətli Ata, ya Rəbbim Tanrım. Sənin də iradən altındadır ki, bütün insanlar xilasa gəlsin. Sənə şükürlər və sənə əbədi olaraq İzzət, İzzət və İzzət. İzzət olsun ya Rabbim sana, İzzət və alqışlar olsun sana, İzzətli Ata. Rəbb dünyanı sevdi, vahid oğlunu verdi. Ona iman eden herkes helak olmasın, ebedi hayatı alsın. Haleluya. Əziz dostlar, Tanrı dünyanı sevdi ve insanların xilası üçün qanını tökdü və bu çarmıqdakı satın alma gücünü Kəlam deyir ki, çox baha qiymətə sizi satın aldım. Yəni bunun bir qiyməti qədəri yoxdur. Yəni. Sərhədsiz bir qiymətdir, sınırsız bir qiymətdir və çarmıqdakı satın alma gücünü hər birimizin üzerine beyan edirik. Her birimiz için, buradan bakan bize, her bir bacı ve kardeşimiz için dua edirik ki Rabbin lütfu üzerimizde olsun. Biz insanlar günah edebiliriz ama o lütfkar Tanrıdır. Ve bütün imana gelmeyen kimlerin qohumları, əqrəbələri var. Rabbin lütf sayesinde imana gelsin, tövbeye gelsinler. İsa Məsih'in adıyla, Tanrı'nın sevgisiyle dolaq. Rəbb bizlərin üzərində bizə ait olmayan, Tanrı'nın xoşlamadığı hər bir şeyi kəssin, tullasın. Bizi Rəbbin gözündə çirkəvə batıran nə xasiyyətimiz varsa, nələr varsa öz sünnətini üzərimizdə aparsın. Ürəyimizdən başlasın, əziz dostlar. Oradan kəsib ata-ata yonsun, bizi istədiyi kimi bir evlad etsin, istədiyi kimi bir qab etsin və içini öz məhsi ilə doldursun. İsa Məsih'in adıyla ve öz gücüyle doldursun ki bizi Rabbi her bir hareketimizde, hizmetlerimizde razı salabilek. İsa Məsih'in adıyla. Xeyirdalı olun əziz dostlar. Rabbin lütfu üzerimizde olsun ve Rabbilə ve Rabbin sevgisinde qalaq İsa Məsih'in adıyla. Amin, amin, amin. Teşekkür ediyorum.